İngilis dilində danışanda bəzən ən sadə cümlələr belə yadımıza düşmür. Bu videoda gündəlik danışıqda çox işinə yarayacaq 20 sadə ifadəni birlikdə öyrənəcəyik. Hər ifadənin mənasına və nümunəsinə baxacağıq. Birinci ifadəmiz How are you doing? Bu da How are you kimi necəsən deməkdir və gündəlik danışıqda çox işlənir. Məsələn, How are you doing? I'm doing great. Thanks. İkinci ifadə. How about you? Bu ifadəni qarşı tərəfə eyni sualı qaytarmaq üçün istifadə edirik. Məsələn, I'm fine. How about you? Yəni, mən yaxşıyam. Bəs sən? Üçüncü ifadəmiz Nice to meet you. Bir insanla ilk dəfə tanış olduğumuz zaman istifadə edirik. Məsələn, Hi, I'm Anna. I'm John. Nice to meet you. Dördüncü ifadə What do you mean? Qarşı tərəfin nə demək istədiyini başa düşmədikdə istifadə edirik. Məsələn, This is not a good idea. What do you mean? Beşinci ifadə I don't understand. Yəni başa düşmürəm. Məsələn, Sorry, I don't understand. Bağışla, mən səni başa düşmürəm. İngilis dili öyrənərkən bu ifadəni istifadə etməkdən çəkinməyin. Altıncı ifadə. Could you say that again, please? Qarşı tərəfdən dediyini təkrar etməsini istədikdə istifadə edirik. Məsələn, The Wi-Fi password is 4826. Could you say that again, please? Yeddinci ifadə. Could you speak more slowly, please? Bu ifadəni kimsə çox sürətli danışanda istifadə edə bilərsiniz. Məsələn, My number is Sorry, could you speak more slowly, please? Səkkizinci ifadə No problem, yəni problem deyil. Məsələn, Thanks for helping me. No problem. Mənə kömək etdiyin üçün çox sağ ol. Dəyməz, problem deyil. 9-cu ifadə Sounds good. Kimsə sizə bir plan təklif edir və siz razısınızsa bu ifadədən istifadə edə bilərsiniz. Məsələn, Let's meet at 6. Sounds good. Gəl saat 6-da görüşək. Olar, razıyam, yaxşı fikirdir. 10-cu ifadə I'm not sure. Bir şeydən əmin olmadıqda istifadə edirik. Məsələn, Is the shop open today? I'm not sure. Mağaza açıqdır bugün, əmin deyiləm. 11-ci ifadə Let me think. Yəni, qoy bir düşünüm. Cavab vermək üçün biraz vaxta ehtiyacımız olduqda istifadə edirik. Məsələn, What do you want to eat? Let me think. Sən nə yemək istəyirsən? Qoy biraz düşünüm. 12-ci ifadə It depends. Yəni, vəziyyətdən asılıdır. Məsələn, Do you like working from home? It depends. Yəni, sən evdən işləməyi xoşlayırsan? Dəyişir. Ola da bilər, olmaya da bilər. Yəni, vəziyyətdən asılıdır. 13-cü ifadə That makes sense. Birinin dediyi bizə məntiqli gəldikdə istifadə edə bilərik. Məsələn, I'm taking an umbrella because it might rain later. That makes sense. Mən çətrimi götürürəm, çünki ola bilsin ki, birazdan yağış yağar. O, maraqlıdır, məntiqlidir kimi tərcümə edə bilərik. 14-cü ifadə really, yəni doğrudan və ya həqiqətən. Təəccübümüzü və ya marağımızı göstərmək üçün istifadə edirik. I got a new job. Really? That's great. Mən yeni iş tapdım. Doğrudan əladır. 15-ci ifadə That's great. Yaxşı xəbər eşitdikdə istifadə edə bilərik. Məsələn, I passed my exam. That's great. Congratulations. Mən imtahandan keçdim. Əladır. Təbrik edirəm. 16-cı ifadə Don't worry about it. Yəni, narahat olma. Məsələn, Sorry, I'm late. Don't worry about it. Bağışla, mən gecikdim. Narahat olma. 17-ci ifadə
Take your time, yəni tələsmə. Məsələn, sorry, I'm not ready yet. That's okay. Take your time. Bağışla, mən hələ hazır deyiləm. Problem deyil, tələsmə. 18-ci ifadə. I have to go, yəni getməliyəm. Məsələn, are you staying a little longer? Sorry, I have to go. Biraz daha qalırsan? Yox, getməliyəm, bağışla. 19-cu ifadə see you later, yəni sonra görüşərik. Məsələn, okay, I have to go now. See you later. Mən indi getməliyəm. Oldu, görüşərik daha sonra. 20-ci ifadə have a good day. Sonuncu ifadəmiz. Yəni günün xoş keçsin. Məsələn, thanks for your help. You are welcome. Have a good day. Köməyinizə görə çox sağ olun. Buyurun, sizə xoş gün. İndi isə balaca bir test edək. Kimsə çox sürətlə danışır. Hansı ifadəni demək daha uyğundur? Sounds good. Could you speak more slowly, please? Yoxsa see you later. Düzgün cavab could you speak more slowly, please? Bu 20 ifadədən neçəsini bilirdin? Nəticəni şərhlərdə 20 üzərindən yaz. Əgər ingilis dilini sadə və rahat şəkildə öyrənmək istəyirsənsə, kanala abunə olmağı unutma. Növbəti videoda görüşərik.